Mənim anam öz evində otura bilmir. Qardaşım içir, anamı çox incidir. O ana o qardaşa o qədər qarğış edir, o qədər təhqir edir. Onu özü qazanır, ana özü qazanır. Bəddualarından, lağ etməsindən, qınağından bunu biz qazanırıq, başa düşdün? Səhv bizdədir, özümüzdə axtarmalıyıq. Sizin sözlərinizdən belə çıxır ki, imtahan anlayışı yoxdur. Hər şey cəzadır. Əgər ağrıyırsansa cəza. Yox, çətinlik var, yəni maddi cəhətdən, tutalım ki, bunu deyir, soğan çörəki başı salamat ol. Çətinlik var, nə isə edə bilmirsən. Bir var da can, əziyyət çəkir. Bir var ki, balanın üçün yanıb tökülürsən, bunlar cəzadır. Orada huzur yoxdur. Bir də var ki, bir balaca imkansızlıqdır, onu sən şükürlə qəbul edirsən, necə deyirlər, nəyin var ona qane olursan, başını salıb dolanırsan, yəni ağrımırsansa, xəstə deyilsənsə, dava dərman atmırsansa, həkim axtarmırsansa, bu imtihanın gedişatıdır. İman əhli üçün bir cəhənnəm, yəni ab-o havalı, nə istəyirsən, o sənə yaşaya bilmirsən, amma belə gedirsən, amma huzurlusan. Başa düşdün, o kasıfçılığın, o imkansızlığı içərisində sənin huzurun var. Bir də var sənin, hər şeyin var, onun içində sən zəhər dadırsan. Bu cəzadır. Onun içərisində cəzadır. O deyir, neynirəm o qızıl teşdi ki, mən onun içinə qan qusacam. Bax, bu cəzadır. Siz hər zaman deyirsiniz ki, insanların başına gələn hər hadisə valideynin cəzasıdır. Mən demirəm, onu Quran deyir. Evlatların başına nə gəlirsə, o valideynin cəzasıdır. Sinəsinə dağ çəkilir, evlatdan yanıb tökülür, o cəzadır. Ya bədduadan, ya da qınaqdan. Təkəbbürdən, mənəmlikdən doğulan şeylərdir. Mən demirəm, onu Quran deyir. Mən də o aydın fikirləri sizə sadəcə inanın demirəm, eşitdirirəm. Buradan cihaz, qulaqdan düşür qəlbə. Bir gün gələcək, onlar cücərəcək, sən Allah Taala'nın oradan o yana, bunu eşitdinmi? Nöqtə. Mənə bu qədər izin verilir ki, qəlbdən, Allahdan. Sadəcə bunu sizə eşitdir. Buradan o yana mənlik heç dad yoxdur. Mən öz dünyamdayam. O cücərəndə sən onu anlayacaq. Onu sənə Allah özü qəlbində sənə anladacaq. Səndən söhbətə olacaq. Quranda da bircə cümlə var. Sizin başınıza gələn müsibət öz əməllərinizlə qazandığınızın əvəzidir. Müsibətin içərisində nə gedir? Xəstəlikdir, uğursuzluqdur. İnsanların başına gələn hər türlü hadisələrdir, qəzalardır, bəlalardır. Onun zaman-zaman etdiyi səhvlərin cəzası.